Xəbərçi davam edir. Azərbaycanda ilk dəfə məşhurlar cizgi filmlərinin səsləndirilməsinə başlayıb. İlk addımı şou biznes ulduzları Murad Dadaşov və Tünzalə Ağayev atıb. 28 sinema daha bir ilki imza atıb. Kinoteatr ilk dəfə olaraq Azərbaycanda məşhur ulduzların səsləndirilməsində olan cizgi filminin nümayişini keçirib. Ekran əsəri Aynes telekanalının dəstəyi ilə dublyaj edilərək nümayiş olunub. Nümayişin maraqlı məqamlarından biri də cizgi filminin şou biznes ulduzları Murad Dadaşov və Tünzalə Ağayeva tərəfindən səsləndirilməsi olub. Bu böyüklərin işidir Dorothy. Bağışla, amma qərarı biz verəcəyik. Mən heç yerə getməyəcəm. Bura bizim evimizdir. Bugün uşaqlar bu premyeranı məhz öz dilimizdə görəcəklər, dinləyəcəklər, baxacaqlar cizgi filminə. Baş qəhrəmanı Dorothy-ni səsləndirirəm və Murad Dadaşov Kral Şiri səsləndirir. Cizgi filmində Dorothy adlı qəhrəman ölkə sakinlərini bəladan qurtarmaq üçün yenidən sehrli tərzdə Oz ölkəsinə keçir. Lakin köhnə dostları qorxunç, dəmir odunçu, Məçil itirlər. Öz dostlarını axtarmaq üçün şəhərə səyahət edən Dorothy yeni yol yoldaşları ilə şəhəri qara sehri ilə ələ keçirmək istəyən Johnny Chesterə qalib gəlmək üçün bu müxtəlif qəhrəmanlara birləşməyə kömək etməlidir. O neydi? Bəsdir, kəsin səsinizi axmaqlar.